Tembellik hissi hakkında, tembellik, ərincəklik nədir? Bunu çox vaxt araşdırmışam. Çox araşdırmışam həddən artıq. Və həmişə deyirəm, tembellik hissi deyilən bir şey yoxdur konkret olaraq. Ya sən Allah iraq eləsin xəstəliyin olur, enerji çatışmazlığın olur. Bu kontroler qərar verir ki, gedib yeri belləməkdənsə belli isti peçə daya oturucunan, yəni özünü sağ saxlama instinkti işə düşür ki, ağrınırsan, gedib o işi görmə. Yəni bu aydın məsələdir, xəstəliklə bağlı olan tərəfi. Digər tərəfi isə özünü mükafatlandırma hissi iləndir. Yaşadıqca məsələn 30 il yaşayıb ölməyən, 30 ilə kimi rəhmətə gedənlərlə beynində istər-istəməz özünü müqayisə edir ki, mən sağ qaldım, onlar rəhmətə getdi, pis yola düşdü, neynədi? 40 yaş, 50 yaş, 60 yaş. Yəni insan dilinə gətirsə də, gətirməsə də, özündəki ətrafındakılarla müqayisə edir ki, Əhməd getdi, qatıq almağa, qatıq bankasını sındırdı, mən sındırmadım və mən indi işləməyə, əziyyət çəkməyə ehtiyac deyil, mən sağ qalmışam. Və tembellik yaratmaq hisslərindən biri də budur. Yəni özünü mükafatlandırma. Maşının buferini aparıb 40 manat verəcəkdim ki, mən özüm düzəltdim 40 manat qabağam. Və yaxud da özün həyatında baxçınan nələrə görə ki, başqaları pul verib elətdirə bilərdi, sən eləyə bilirsən, özünə lanqı kimi baxa bilmərsən axı. Özünə olduğun kimi də baxmaq çox çətindir. Hər kəs öz vəziyyətin olduğu kimi dərk eləyə bilmir. Və bu vaxtı bizim əksəriyyətimizi 98% yaşamağa vadar eləyən özümüzə kahraman kimi baxmağımızdır. Biz kahramanıq. Əhməd getdi qatıq bankasını sındırdı, mən sındırmadım. Ona görə mənim polun ixtiyarım var ki, bu gün bir də quş alım vırım, məsəl üçün. Və yaxud da ki, uzanım yatım. Özünü mükafatlandırmaq hissi də tembellik hissi kimi real həyatda təzahür eləyir. Və bunun bir dənə maraqlı cəhəti odur ki, Allahın səni yazdığı sağ saxlamaq, salamat saxlamaqdan başqa sənin intellektün də, sənin intellektün üstün olub ki, sən qatıq bankasını salıb sındırmamısan. Və bu da sənə özünü kahraman kimi hiss eləyib, özünü də kahraman kimi hiss eləyəndə rahatlıq gəlir sənə, rahatlıq tembelliyin qapısıdır, tembellik isə ölümün. Bu qədər.